Duzlar verib X, Y. X parçalanır, bəsit maddədə əmələ gəlir, mürəkkəb maddədə. Bəsit və mürəkkəb maddənin əmələ gəlməsi adətən belə deyək də, burada cavablara baxanda nitrat turşusunun duzlarında olur. Çünki bəsit oksigen hamısında var. Digərlərində məsələn metal orta aktivlərdə o metalın oksidi NO2, O2 idi. Aktivlərdə nitrit duzu O2 idi. Deməli X-imiz nitrat turşusunun duzları ola bilər. Ancaq mürəkkəb maddə olan da məsələn kalium permanganat parçalananda bəsit oksigen alınır. Kalium manganat alınır. Mangan 4 oksid bu olmayacaq. Burada da bəsit var, olmayacaq. Nitrat turşusunun duzudur. Burada da Y-də gərək bəsit olmasın deyir. Bunlarda oksigen alınır. Burada da oksigen alınır. Cavabımız olacaq Y variantı. Çünki kalsium karbonat parçalanında kalsium oksid, karbon qaz alınır. Mürəkkəblərdir. Sink nitratla parçalanında sink oksid, NO2 və O2 alınır. Yəni ona görə cavabımız Y variantı.